Ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Qafqaz İnfonun məlumatına görə Mercedes, Kia və Opel markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov Azərsun şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradının qardaşıdır. Qəzada Elçinlə birgə Mercedes markalı avtomobildə olan qardaşlar 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olan Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar. Hadisə nəticəsində Kia markalı avtomobilin sürücüsü Bəndalı Qəmbərov isə ağır xəsarətlər alıb. O, Agroservis ASC-nin Füzuli rayon şöbəsində çalışır. Bəndalı Qəmbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.